Salam əziz şagirdlər, bu gün biz baxırıq üçbucaqlar mövzusunun sınaq izahına. Deməli, birinci sualda belə deyir bizə ki, üçbucağın iki tərəfinin cəmi 10 olarsa, perimetrinin ən böyük tam qiymətini tapın. Biz əvvəlcə bir üçbucaq çəkdik. Bu üçbucaqda tərəflərini A, B və C ilə işarə etdik. Və bizim bildiyimiz bir qayda var ki, üçbucaqda əgər iki tərəf verilibsə, üçbucağın üçüncü tərəfi bizdə digər iki tərəfinin cəmindən kiçik olacaq. Digər iki tərəfinin fərqinin modulundan böyük olacaq. Hansı ki, üçüncü tərəf. İndi bizə verilib üçbucağın iki tərəfinin cəmi 10'dur. İki tərəfinin cəmi 10'dur. Yəni A plus B bizdə 10'dur. C də bizdə, yəni üçüncü tərəf, ondan kiçik olacaq. Ondan kiçik ən böyük tam qiymət hansıdır? C bərabər 9'dur. İndi biz tapdıq da A plus B 10'dur, C 9'dur. Bizdən istəyir bu üçbucağın perimetrini. Perimetr bərabərdir A üstəgəl B üstəgəl C. A üstəgəl B'nin qiyməti 10, C'nin qiyməti 9. Cavab olur 19. Bu birinci sualın cavabı Y variantı. Tərəfini 5 verir, CD tərəfini 7 verir. Perimetr ABC-ni 36 verib. Və bizə aydındır ki, üçbucağa baxdıqda görürük ki, biz bu qaydadan istifadə edə bilərik. Hansı ki, AB tərəfinin BC tərəfinə nisbəti bərabərdir AD tərəfinin DC tərəfinə nisbətinə. Bizə verilən tərəflər AD və DC tərəflərdir. Hansı ki, AD tərəfi 5 santimetrdir, DC tərəfi 7 santimetrdir. Onda AB ilə, yəni AB tərəfi ilə BC tərəfinin nisbətləri 5K və 7K olmayacaqmı? Olacaq. Şəkildə yazsaq 5K 7K. Bu üçbucağın perimetri bizə verilib 36. Yazacağıq 5K üstəgəl 7K üstəgəl 5 üstəgəl 7. Daha sonra 5K ilə 7K'nı toplayanda 12K, 5 və 7'ni toplayanda 12 bərabərdir 36'ya. Çünki perimetr 36'dır da, yuxarıda yazdığımız kimi. 12K bərabər olacaq 36 çıx 12'yə. 12K bərabər olacaq 24'ə. K bərabər olacaq 2'yə. Bizdən AB tərəfini istəyirdi. Gördüyümüz kimi AB tərəfi neçə K'dır? 5K. 5K'nı da bir kənarda hesablasaq, 5 vur K eləyəcək 5 vur. K'mız neçədir? 2. 5 vur 2 10. Cavabımız olacaq B variantı. Müxtəlif tərəfli bir üçbucağın bir təpəsindən çəkilmiş hündürlük, median və tənböləni müqayisə edin. Gəlin əvvəlcə biz bir üçbucaq çəkək. Burada. Təsəvvür eləyək ki, bu müxtəlif tərəfli üçbucaqdır. A tərəfi, B tərəfi, C tərəfi verək. Biz bilirik ki, bildiyimiz kimi bizdə müxtəlif tərəfli üçbucaqda median, tənbölən və hündürlük arasındakı əlaqə belə olacaq. Hansı ki, ən kiçik hündürlük, daha sonra tənbölən və ən böyük isə bizdə median olacaqdır. Ona görə cavab bizdə D olacaq. A nöqtəsindən D düz xəttinə qədər qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkilmişdir. Baxın, maillər bunlardır. AB və AC maillər çəkilib. Sonra maillərin düz xətt üzərində proyeksiyaları 8 və 18 olarsa, AB-nin proyeksiyası 8'dir uyğun olaraq. Ona görə verəcəm BH-a 8. AB-nin proyeksiyası BH-dır. Bu düz xətt üzərində. AC-nin proyeksiyası, AC mailinin proyeksiyası CH-dır. CH da 18'dir bizdə. 8. Burada hündürlükdür. Çünki hipotenuza çəkilib və 90 dərəcədə bucaq əmələ gətirib.
Bizim belə bir düsturumuz var ki, h kvadrat bərabərdir a vur b. H kvadrat bizdə h verilməyib, amma a ilə b-nin qiymətləri verilib. 8 və 18. H kvadrat bərabər olacaq 144. H da bərabər olacaq 12. Bizdən elə bu h istəyir. Çünki deyir ki, A nöqtəsindən bu düz xəttə qədər olan məsafə. Bu da bizdən AH tərəfi, yəni hündürlük. Bunu istəyirdi. Cavab oldu 12 ona görə. Bizə deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti 4 sm-dir. Mən bir dənə bərabər yanlı üçbucaq çəkdim burada. İndi buna yan tərəfinə paralel olan orta xətt çəkək. Ayda. 5-ci sualda bizə deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti 4 sm-dir. Bir dənə bərabər yanlı üçbucaq çəkdim. Baxırsınız ki, yanlar bərabərdir. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Yan tərəfinə paralel bir orta xətt çəkirəm. Baxın. Düzü biraz səliqəsiz alındı. Bu orta xətt 4 sm-dir. Onda yan tərəf biz bilirik ki, yan tərəf deməli orta xətt ona uyğun oturacağın yarısına bərabərdir. Onda oturacaq da olacaq 8. Və bu bərabər yanlı üçbucaq olduğuna görə sağ tərəf 8 sm-dirsə, sol tərəf də 8 sm-dir. 8 sm. Aha. Bizə ümumi üçbucağın perimetrini verib ki, ümumi üçbucağın perimetri 20 sm-dir. 20 sm. Biz bir dənə ümumi üçbucağın oturacağının neçə santimetr olduğunu bilmirik. Biz onu tapmaq üçün istifadə edəcəyik perimetrdən 20 olmasından. İki tərəfinin cəmi 8, üstəgəl 8, üçüncü tərəf x-dir və perimetri 20-yə bərabərdir. Perimetr bərabərdir 16 üstəgəl x bərabər 20. X-in də qiyməti 20 çıx 16, yəni 4 olacaq. Y variantı. ABD tərəfinin bucağını verim 130 dərəcə. BD bərabərdir CD-yə. BD tərəfi bərabərdir CD tərəfinə. Biz bilirik ki, xarici bucaq 130 dərəcədirsə, bu bucağın bir daxili bucağı 180 çıx 130, 180 çıx 130. Yəni verəcək 50 dərəcə. Deməli, bu bucaq 50 dərəcədir. Onda bu bərabər yanlış bucaq olduğuna görə ona uyğun bucaqlar da bir-birinə bərabərdir. Bu bucaq 50-dirsə, bu bucaq da 50 dərəcədir. Üçbucağın təpə bucağı da üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə 180-dən çıxacam digər iki bucağın cəmini, yəni 50 plus 50-ni eləyəcək 180 çıx 100, yəni 80. Deməli, təpə bucağı 80-dir. Bizdən istəyir MDC tərəfini, MDC. Görürük ki, bu 80 dərəcəli bucağın qonşu bucağını istəyir. Qonşu bucaqların cəmi yenə 180 olduğuna görə 180-dən mən çıxacam 80, yəni 100 dərəcə. Cavab 100 olacaq. Bunu hesablamadan əslində tapmaq olardı. Hansı ki, cavab oldu B variantı. Yeddinci sualda şərtlər verilib ki, CD bərabər 2AB, BC 9, AD 15 cm-dir. CD tərəfini tapmamızı istəyir. Gəlin əvvəlcə belə bir xətt çəkeyim aşağıya doğru. Bizə verilib AD tərəfini 15, AD tərəfini 15. AD tərəfi 15-dir. BC tərəfi. Baxın, BC tərəfi ilə mən çəkdiyim bu tərəf, gəl burada verək bir Y. Y verilib, gəl olsun Z.
AZ tərəfi ilə BC tərəfi, yəni ikisi də bir-birinə bərabər olduğuna görə BC 9-dursa, AZ də 9-dur. Sonra artıq burada bizdə görürük ki, düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucağa görə, baxın, belə bir düzbucaqlı üçbucaq yarandı. 9 kat etdi. Belə bir düzbucaqlı üçbucaq yarandı, baxın. 9 bu kat etdi. 15 hipotenuzdur. X digər kat etdi. 9'un kvadratı üstə gəl, x-in kvadratı bərabər 15'in kvadratı. 81 üstə gəl, x kvadrat bərabər 225. X kvadrat 225 çıx 81. X kvadrat bərabər 144. X bərabər 12. CD tərəfini istəyir. Sonra bizə deyir CB bərabər 2AB-yə. CD bərabər 2AB-yə. Deməli, AB x-dirsə, CD tərəfi 2x-dir. Onda AB tərəfi x-dirsə, CZ tərəfi də x-dir. Ümumi aşağı tərəf biz 12 tapmadıq. Həm də bu x plus 2x-ə bərabərdir də. Buradan yansıtsaq x üstə gələ 2x bərabərdir 12-yə. Çünki biz ümumi bu tərəfi nə qədər tapmışıq? 12 tapmışıq. 3x 12 x 4. CD tərəfini isə CD isə 2x-dir. 2x-i tapsaq 2-ni vuracaq 4-ə. 8. Cavab oldu B. Biz belə yazsaq daha yaxşı olar ki, 8-ci sualda isə belə yazarıq. Deməli, n verilib 4, nc verilib 5, mn verilib 3. Bizə verilib bm, m mərkəzi, m nöqtəsi obyektinin ağırlığın mərkəzidir. Tamam. mn ilə ac perpendikulyar. Okey. Bura perpendikulyardır. Mən bu BM düz xəttini uzatsam. Baxın. Uzatsam. Mən burada alacam median. Median da 2-1 nisbətində bölünürlər. Onda bura x-dirsə, yuxarı isə 2x olacaq. İndi şəkildə tam yaza bilmədim. Gəl bir üçbucağından çəkək bir dənə. Yəni bura x-dirsə, bura 2x-dir. Və bizə buranı verib 3. Biz bilirik ki, median çəkildiyi tərəfi 2 bərabər hissəyə bölür. Oturacaq bizdə 4 və 6 deyil. 4 ilə 6-nı toplayarıq. Yarıya bölərək ki, çünki qarşı tərəfi 2 bərabər hissəyə bölür axı. Bizdə eləyəcək 10 bölü 2, yəni 5. Oturacağı 5-5 böldüyünə görə bizdə baxın, bu kiçik hissəyə 1 qalacaq. 1. Burada 5 olacaq. Çünki bu kiçik hissə ayırır da NC tərəfini. 1 ayırır buradan, bildiyimiz kimi. Sonra biz burada düzbucaqlı üçbucaq yarandı. Baxın, düzbucaqlı üçbucaq. Kateti 1-dir. Kateti 3-dür və 1-dir. Hipotenuz x-dir. Gəlin burada x-i tapaq. Deməli, x kvadrat bərabər 3-ün kvadratı üstə gəl 1-in kvadratı bərabərdir. 9 üstə gəl 1. Kökün altında 10. Deməli, x-imiz kökün altında 10-dur. Bizdən BM tərəfini istəyir. BM tərəfi də 2x olduğuna görə, baxın, 2x. BM tərəfini istəyir. 2x olduğuna görə 2 vur, kökün altında 10 olacaq cavabımız. Yəni A variantı. ABC bucağını çəkmək lazımdır bizə. Sonra C təpəsindən daxili və xarici bucaqlarını çəkirik. Daxili bucağı budur. Baxın. Tənbürən çəkildiyinə görə 2 bərabər hissəyə bölünür. Xarici bucaq çəkdim C-dən. Bu da tənbürən çəkilir. Bu da 2 bərabər bucağa bölünür. Tənbürən olduğuna görə. Sonra daxili bucağın tənbürəni AB tərəfi 40 dərəcəli bucağa əmələ gətirir.
40 dərəcəli. Onda hər ikisi 40 dərəcə olacaq. Biz bilirik ki, xarici bucağın tənbili ilə daxili bucağın tənbilinin arasındakı bucaq 90 dərəcə olur. Onda bura 50 dərəcə olacaq, bu bucağı da 50 dərəcə olacaq, xarici bucaqlar. AB, xarici bucağın AB tənböləninin AB tərəfi ilə əmələ gətirdiyi bucaq isə verəcək bizə 50 dərəcə. Yəni A variantı. İkinci sualda isə bizə deyir ki, bərabər yanlı bir üçbucaq çəkmək lazımdır. Gəlin bir bərabər yanlı üçbucaq götürək. Bu bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcədir. Təpə bucağı 120 dərəcədir. Oturacağı 12 kök 3'dür. Oturacağına çəkilmiş hündürlüyünü tapmağımızı istəyir. Oturacağına bir hündürlük çəkək. Oturacağına çəkilmiş hündürlüyü tapmağımızı istəyir. Biz bilirik ki, bərabər yanlı üçbucaqda çəkilmiş hündürlük həm də tənbülən olduğuna görə bizim 120 dərəcəli bucağımızı böləcək 60 dərəcə olan iki bucağa. Hündürlük çəkdiyimizə görə oturacaqla 90 dərəcədə bucağı mənə gətirir. Deməli, üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə 60, 90. Üçüncü bucağımız olacaq 30 dərəcə. Həmçinin bu bucağı da olur 30 dərəcə. Sonra isə bu həm də median olduğuna görə qarşı tərəfi 2 bərabər hissəyə bölür. Yəni 12 kök 3'ü böləcək 6 kök 3 və 6 kök 3 şəklində. 30 dərəcəli bucağın qarşısında duran katet bizə lazımdır. 30 dərəcəli bucağın qarşısında duran katet əslində bizə verir hündürlüyü. Ona görə biz 30 dərəcəli bucaq istifadə eləsək qaydasından biz tapa bilərik hündürlüyü. 30 dərəcəli bucağın qarşısında duran katet 60 dərəcəli bucağın qarşısında duran katetin kök 3'ə nisbətinə bərabər. Yəni 30 dərəcənin qarşısındakını tapmaq üçün biz 60 dərəcənin qarşısındakını kök 3'ə bölməliyik. Onda biz alacağıq cavab 6. Cavab ona görə C olacaq. Düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənböləni qarşı tərəfə 80 dərəcəli bucağı əmələ gətirir. Gəlin düzbucaqlı üçbucağın iti bucaq təpəsindən qarşı tərəfə bir tənbölən çəkək. Bu tənbölən qarşı tərəfə 80 dərəcəli bucağı əmələ gətirir. Bura olsun 80 dərəcə bu bucaq. Sonra bu düzbucaqlı üçbucaq idi. Ona görə bura 90 dərəcəli bucaqdır. 90 dərəcəli bucaq. Onda bu üçbucağın üçüncü bucağı olacaq 10 dərəcə. Bu tənbölən olduğuna görə bir bucaq olursa, digər bucaq da avtomatik olacaq 10 dərəcə. İndi böyük üçbucağa baxsaq, 90 dərəcə, 20 dərəcə, daxili bucaqların cəmi neçə olur? 180. 20 üstə gəl, 90. Üstə gəl, x bərabər 180. X də bərabər olacaq 180 çıx 110. Yəni x bərabərdir 70'ə. Deməli bu bucaq neçə olur? 70 dərəcə olacaq. Cavab bizdə D olacaq. Çünki böyük iti bucağı istəyir. Kiçik iti bucağı 20, böyük iti bucağı 90'dır. Üzr istəyirəm 70'dir. Ona görə biz cavab 70 götürəcəyik. D variantı. 3, 4 cm olan üçbucağın böyük bucağının kosinusunu istəyir. Biz bilirik ki, bizdə kosinus alfa bərabərdir a kvadrat üstə gəl b kvadrat çıx c kvadrat böl 2a vur b-yə. Hansı ki burada c həmin üçbucağın kosinusunun qarşısındakı tərəf deməkdir. Bizdə böyük bucağının kosinusunu istəyir. Böyük bucaq hansıdır burada? Böyük bucaq böyük tərəfin qarşısındakıdır bucaqdır. Uyğun bucaqdır daha doğrusu. Böyük tərəf 4'dürsə, biz c-ni 4 götürəcəyik. A ilə b-yə də 3 verəcəyik. 3'ün kvadratı üstə gəl. 3'ün kvadratı çıx 4'ün kvadratı bölünsün. 2 vur 3 vur 3.
9 üstə gəl 9 üstə çıx 16 bölünsün 2 vur 3 6 vur 3 18 18 çıxı 16 2 eləyir. 18-də 2 yəni 9-da 1. Cavab oldu D. Suala baxaq. 14-cü sualda A bucağının sinusunu istəyir. Biz əvvəlcə gəlin bu A bucağının kosinusunu tapaq. Kosinuslar teoreminə əsasən. Kosinus A bərabərdir. Deməli, A kvadrat. Əvvəlcə düsturunu yazaq. A kvadrat üstə gəl B kvadrat çıx C kvadrat bölünsün. 2 vur AB. Sinus sinus A-nı istədiyinə görə A-nın qarşısındakı tərəf 4-dür. Deməli, sinimiz 4-dür. A və B isə bizdə 10-dur. 10-un kvadratı üstə gəl. 10-un kvadratı çıx 4-ün kvadratı bölünsün. 2 vur. 10 vur 10. 100 üstə gəl 100 çıx 16 böl 200. Altdan hesablasam 184 böl 200. İxtisarlara əməl hər tərəfi 2-yə bölsəm %92. Yenidən hər tərəfi 2-yə bölsəm. Sonra %92-ni ixtisar etsəm, əksini 2-yə 50-də 46 alaram. Yenidən əksini 2-yə ixtisar etsəm 23 və 25 alaram. İndi gəlin kosinus A-dan istifadə edib sinus A-nı tapmaq üçün Pifaqor teoremindən istifadə düzbucağı üçbucaq çəkək. Düzbucağı üçbucaq çəkək. İti bucağı A versəm, İti bucağın kosinusu verirdi bizə bitişik katetin hipotenuza nisbəti, yəni 23, 25. İndi gəlin Pifaqordan istifadə edərək digər kateti tapaq. Yəni x kvadrat bərabərdir 25-in kvadratı çıx 23-ün kvadratı. X kvadrat bərabərdir 625 çıx 23-ün kvadratı da eləməlidir 23-ün kvadratı. 529. 529. X də eləyəcək onda 625-dən də 529 çıxanda 96. X kvadratımız 96. X də bərabər kökün altında 96. 96. Bu da eləyəcək 4 kök altında 6. 4 kökün altında 6. Bizdən istəyir sinus A-nı. Sinus A da bilirik ki, qarşı tərəfin hipotenuza nisbətidir. Onda sinus A da bizə verəcək qarşı tərəf, yəni 4 kök 6-nın nisbəti nəyə? Qarşı hipotenuza 25-ə. Olur Y variantı. 14-cü sual. Deməli, bizə 15-ci sualda deyir ki, bir düz xət verilmişdir. Düz xət. Bir parça bu düz xətti kəsir. Deməli, bir parça bu düz xətti kəsir. Bu parçanın ucları bu düz xəttdən 6 və 10 sm məsafədədir. Məsələn, bu 6 məsafədədir. Biri də olsun 10 sm məsafədədir. Biri 6 sm məsafədədir. Bu parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir? Ümumi parça görürük ki, buradan da uzatsam aşağıya doğru. Buradan bura 6 olduğuna görə ümumi parça 16 sm-dir. Bunun ortası hara düşəcək təqribən? 10 ilə 6-nı toplasan, bölsən 2-yə. 16 bölü 2 nə eləyəcək? 8. Təqribən 8 sm olsa, bura düşəcək də yox.
Onda buradan bura qədər 8 olacaq. Buradan bura qədər 6'dır. Onda bura nə qədər düşəcək? 2 düşəcək. Elə cavabımız ona görə 2 olacaq. Çünki parçanın orta nöqtəsi, bax bura. Deyir, bu düz xəttdən hansı məsafədədir? 2 sm məsafədədir. Ona görə cavab B-dir. Hə, 16-cı sualda da AB tərəfini verib 8 sm. 8. BC tərəfini verib 14. Deyir, bucaq A bucaq B-dən böyük olarsa, bucaq B bucaq A-dan böyük olarsa, AC tərəfinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın. Bizim iki şərtdən istifadə edəcəyik burada. Birinci şərtimiz ondan ibarətdir ki, bucaq B digər iki tərəfin, bucaq B-nin qarşısındakı tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır, fərqindən böyük. Gəl əvvəlcə bucaq B üçün yazaq bu şərti ki, 8 plus 14 kiçikdir. 14 çıx 8 modullar. Eləcə 6 kiçikdir. Bucaq B kiçikdir 22 şərti. Sonra isə bizə şərt verib ki, bucaq B bucaq A-dan böyükdür. Bucaq A 14'dür də, düzmü qarşısındakı tərəf? Onda bucaq B 14'dən böyük olmalıdır. Bir şərtimiz də budur ki, bucaq B böyükdür 14'dən. Böyükdür 14'dən. Gəl çəkək bir ədəd oxu. Burada qeyd edilir 6, 22 və 14'dür. Bizdə 6-dan 22'yə qədər aralıq verilib, 6-dan 22'yə qədər aralıq. Bir də B-nin 14'dən böyük olduğu aralıq. Bizdə deməli ödənir. Bu aralıq 14, 22 aralıq. 14, 22 aralıq. 14 ilə 22 aralığında da ən kiçik qiymət 15, ən böyük qiymət 21 olduğuna görə bu ikisinin də cəmi bizə verəcək 36. Cavab 36 olacaq 16-cı sualda. 7-ci sualda da belə bir şəkil verilib. AD tərəfini verib kök altı 73, CD tərəfi 5, BAD 90, BCD 90, BC bərabər KB bu şərtlər verilib, AB-ni tapmamızı istəyir. Mən ilk öncə baxanda fikirləşirəm şəklə ki, mən belə bir düz xətt çəkə bilərəm buradan. 2 dənə düz bucağı 3 bucaq yaranır. Bəlkə də bundan istifadə tapa bilərik. Sonra BC bərabər 2AB şərti verilib. BC bərabər 2AB-yə. AB-yə x versəm, BC olacaq 2x. Çünki BC bərabər 2AB-yə ona görə. Sonra başqa nə şərtlərdən istifadə edə bilərəm? İndi 2 dənə baxın 2 dənə burada düzbucağı üçbucaq yarandı. Bunların ikisinin də hipotenuzu eynidir. Onda mən bunların ikisinin də kvadratlarının cəmini bir-birinə bərabər eləyə bilərəmmi? İkisinin də hipotenuzu nədir? S-dir. Kök altda 73 üstəgəl x kvadrat da bərabər olacaq s kvadratına. Həmçinin 5'in kvadratı da 2x-nin kvadratı ilə bərabər olacaq s-nin kvadratına. Onda bunların ikisi də s-nin kvadratına bərabər olduğuna görə mən bu ifadələri bərabərləşdirə bilərəm. Kök altı 73'ün kvadratını unutmuşam. Kök altı 73'ün kvadratı 73'dür. X kvadrat elə x kvadratdır. Bərabərdir. 5'in kvadratı 25'dir. 2x'in kvadratı 4x kvadrat. Sonra 73'dən 25 çıxaram. 73'dən 25 çıxaram. 4x kvadratdan x kvadrat çıxaram. 73'dən 25 çıxsam qalacaq 48. 4x kvadratdan x kvadrat çıxsam qalacaq 3x kvadrat. X kvadrat bərabərdir 48 bölü 3, 16. X də bərabər olur kökün altında 16, yəni 4. Bizim burada x'imiz olacaq 4. AB tərəfini istəyirdi. AB tərəf elə x idi də. Deməli cavab da 4'dür. Əgər bizdən BC tərəfi istəsə cavab 2 vur 4 yəni 8 olar. Amma bizdən AB tərəfini istəyir. Ona görə cavab 4'dür. Burada.
17-ci sual. 4 olan bərabər tərəfli üçbucağın medianını tapmamızı istəyir. Bir dənə üçbucaq çəkək burada. Belə bir üçbucaq. Bu üçbucağın tərəfi bizdə verilib 24 kök 3. 24 kök 3. 24 kök 3. 24 kök 3. Medianı tapmamızı istəyir. Gəlin medianı indirək təpədən. Median. Aha, biz bilirik ki, bərabər tərəfli üçbucaqda çəkilən median həm ünlülükdə, həm də tənböləndir. Onda qarşı tərəflə 90 dərəcəli bucağı əmələ gətir. Çıxdığı bucağı 2 bərabər seçə bilərik. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bütün tərəfləri 60 dərəcə olur. Deməli, bölünəcək 30 dərəcə və 30 dərəcə şəklində. Sonra 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Onda bu katet olacaq 12 kök 3. Yəni 24-ün yarısı 12 kök 3. Bizdən istəyir median. Medianı da tapa bilərik. Buranın 60 olduğunu bilirik. Çünki 30-dursa katetlərdən biri, iti bucaqlardan biri. Digəri də 60-dır. Hansı ki düz bucaqlı bucaqdır. 60 dərəcəli bucağın qarşısında duran katet də digər 30 dərəcənin qarşısındakı katetin kök 3 mislidir. 12 kök 3'ü vuracaqsınız kök 3'e. Alacaqsınız 60'ın qarşısındakı kateti. O da eləyəcək 12 qalacaq. Kök 3'ü kök 3'e vuranda kök 9. Kök 9'dan da 3 çıxacaq. 12'ni də 3'e vuranda 36 eləyir. Cavab oldu. Deməli AD tərəfini verib bizə. AD tərəfini 6. BD tərəfini verib 10. 18. Düzdürmü? Biz gəlin bu yan tərəfi tapaq. Pifagor teoreminə görə. Gəl bura verək x. Buranı tapaq ilk növbədə. X kvadrat üstə gəl. 6'nın kvadratı bərabərdir 18'in kvadratına. X kvadrat üstə gəl 36 bərabər 324. X kvadrat bərabər 324 çıx 36. X kvadrat bərabər 288. X bərabər kökün altında 288. Yəni 12 kökün altında 2. X bərabər olacaq 12 kökün altında 2. Yan tərəfləri bir-birinə bərabər olduğuna görə onda burada olacaq. Yəni bu yan tərəf 12 kökün altında 2. Sonra video çəkirəm, səsiz ol. Get dincəl qalarsan. Sonra biz bucaq B'nin kosinusunu tapaq ilk növbədə. Sonra ondan istifadə eləyəcəyik. Kosinus B bərabərdir. Biz bilirik ki, bucağın kosinusunu tapanda ona bitişik katetin hipotenuza nisbətini seçirik. Bitişik katet nədir? 12 kökün altında 2. Hipotenuz 18. Bunu hesablasaq eləyəcək 2 bölünsün 3 kökün altında 2. Düzdürmü? İki kök altında 2 bərabər bölünsün 3 alındı. Sonra bu yan tərəflər bərabər olduğuna görə onlara uyğun bucaqlar da bərabərdir. Burada B-dir onda. Bu bucaq B-dirsə, bu bucaq da B-dir. Yəni bu bucağın da kosinusu 2 kök 2 bölü 3'dür. Sonra biz tapmaq üçün DC tərəfini biz istifadə edəcəyik kosinuslar teoremindən. Kosinus teoremindən. Hansı ki, onu da belə yaza bilərik ki,
AD'nin kvadratı bərabərdir. AS'nin kvadratı üstəgəl DS'nin kvadratı çıxılsın 2 vurulsun AS vur DS vur kosinüs beta. AD'miz 6'dır. 6'nın kvadratı bərabər. AS'miz 12 kök 2'dir. 12 kök 2'nin kvadratı. Üstəgəl DS'ni bilmirik. DS'nin kvadratı kimi yazırıq. Çıx. 2 vur. AS'miz 12 kök 2. Vur DS'miz elə DS qalır. Vur kosinüs beta da bizdə kök 2 kök 2 bölü 3'dür. Deməli 2 kökün altında 2 bölü 3. Gəlin bunu sadələşdirək. Deməli 6'nın kvadratı 36, 12 kök altında 2'nin kvadratı 288, DS kvadrat çıx. 2 vurulsun 12 kök 2, 24 kök 2. Kök 2 ilə kök 2'nin vuranında 2 eləyəcək. Yəni belə yazaq 2 vur 12. Kök 2'nin kök 2 vuranında kök 4, ondan da 2 çıxır. Vurulsun DS bölü 2. Bölü 3. Aha. Sonra 12'ni də 3'ə bölərəm 4. Gəlin yuxarıdan sadələşmiş vertiyini yazaq. 36 bərabərdir 288. Gəl. DS kvadrat çıx. 2 vur 4, 8 vur 2, 16 DS. 16 DS. Sonra gəlin bunu kvadrat tənliyə gətirək. DS kvadrat çıx 16 DS. 288'dən 36 çıxanda 252 alınmalıdır. 252 üstə gəl. 252 bərabər 0. Bunu da diskriminantla həll eləsək, biz bunun köklərini alacağıq. DS1'i 18, DS2'ni 14. Bizdə BD tərəfi 14 olana görə verilib də 14. Onu tapdıq. Bir də DS tərəfini tapdıq. Orada 14'dür. 4. Ona görə bizim cavabımız olmalıdır 14. Sonra 20-ci suala keçəcək. Hipotenuzu 24 olan düzbucaqlı üçbucağın hipotenuzu 24 olan hipotenuz götürək. Hipotenuz 24'dür. 90 dərəcəli bucaq buradır. Hipotenuza çəkilmiş medianı istəyir. Median. Düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş medianını istəyir. Biz bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median həmin hipotenuzun yarısına bərabərdir. Ona görə medianımız olacaq 12. Tərəfli bir üçbucaq verilib ki, medianlarının kəsişmə nöqtəsindən tərəfinə qədər məsafə 1 cm-dir. Bərabər tərəfli üçbucaq çəkdik. Medianlarının kəsişmə nöqtəsindən. Medianlarının kəsişmə nöqtəsi təqribi bu nöqtə olmalıdır. Bu nöqtə. Bu nöqtədən tərəflərinə qədər məsafə 1 cm olarsa. 1 cm olarsa perimetrini tapın. Aha. Biz bilirik ki, medianlılar 2-1 nisbətində bölünür də. O aşağı hissə 1-dirsə, yuxarı hissə 2 qalacaq, düzdürmü? Və biz bilirik ki, bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqda çəkilən median həm hündürlük, həm tənböləndir. Deməli, bu çıxdığı bucağı da 30-30 böləcək. Biz bilirik ki, bərabər tərəfli bucaqların cəmi 180-dir. Onda hər bucağa da 60 dərəcə. 60'ı da 2'yə bölürsən 30-30.
və bu bucaq da 60-dır. Sonra biz bu medianın ümumi görürsünüz 2, 1. Ümumi 3 santimetr olduğunu nəzərə alırıq. Tapmalıyıq aşağı hissəni. 30 dərəcənin qarşısındakı kateti. 30 dərəcənin qarşısındakı katet 60-ın qarşısındakının kök 3-ə bölünməsidir. 3 deyilmi? 3 böl kök 3 olacaq. 30 dərəcənin qarşısındakı. 3 böl kök 3 olacaq. Yan tərəflər də 3 böl kök 3 üstə gəl 3 böl kök 3 eləyir 6 böl kök 3. Onda sağ tərəfdə 6 böl kök 3. Çünki median da onu 2 bərabər hissəyə böldü aşağı hissəni, oturacağı. İndi biz perimetrini tapmaq üçün də bütün tərəfləri toplayarıq. Tərəflər 6 kök 3 üstə gəl 6 kök 3 üstə gəl. Gicli olaq səhv yazdım. Sil. Tərəflər 6 böl kök 3 üstə gəl 6 böl kök 3 üstə gəl 6 böl kök 3. Bu da eləyəcək 18 böl kök 3. İrrasionallıqdan azad etsəm hər tərəfi kök 3-ə vuraram. Surəti kök 3-ə vuraram, məxrəci kök 3-ə vuraram. 18 kök 3 böl 3. 18 3-ə bölünür 6 kök 3. Cavab A variantı. Budur. Bu halda da bildiyimiz kimi burada belə bir qaydadan istifadə olunur ki, daxili bucaqların cəmi 40 üstə gəl 65 üstə gəl alfa bərabər olur 150 dərəcəyə. 105 üstə gəl alfa 150. Alfanı da tapmaq üçün 150-dən çıxacaq 105-i. 45 dərəcə. Burada baxırıq ki, D bucağını verib 46. Bura 90 dərəcə olduğuna görə bu bucaq da 90 dərəcədir. Onda biz bilirik ki, daxili bucaqların cəmi 180 olur. Düz bucaq varsa, deməli iti bucaqların cəmi 90-dır. Deməli 46 üstə gəl x 90-dır. X onda 44-dür. 90-dan çıxıram 46-nı 44. Deməli C bucağı 44-dür. 44. Sonra mən buradan belə bir düz xətt çəksəm bura. Görürəm bu tərəflər bərabər olduğuna görə deməli bu C bucağı ilə bu A bucağı da bərabərdir. Burada 44-dür. Düzdürmü? Sonra bu tərəf bura 44 olduğuna görə, burada 44 olduğuna görə bu tərəflə də bu tərəf bərabərdir. Düzdürmü? Sonra mən bilirəm ki, bura 44 və bu bucaq da 44-dürsə, bura nə qədər düşəcək? Bura göstərdiyim yerə. 46 daxili bucaqların cəmi üstündən görə yenə mən alacağım ki, 44 üstə gəl 90, burada olur onda 46. Yenə 46 olur. 46 eləyir. 180-dən də çıxacam. 46 üstə gəl 46-nı. Bu da eləməlidir. 180 çıx 92, yəni 88, 88. Bu bucaq oldu 88. Bu iki tərəf də bərabər olduğuna görə alfa da 88. Cavab 88. Baxırıq 24-cü suala. 24-cü sualda da bizə elə VCF 110 qeyd olunub. EBF bucağı 100 dərəcə. KAC-ni istəyir bizdən. Bu həm də alfa olaraq işarə olunub fiqurun üzərində. Necə taparıq? Gəlin əvvəlcə istifadə eləyək ki, bucaq 110-dursa, bunun qonşu bucağı 70-dir. 180-dən çıxıram 110. 180-dən 110 çıxıram 70. Aha. Sonra bunun qonşu bucağı neçədir? 180-dən 100 çıxıram 80. Onda bu təpə bucağı neçə olacaq? 80 üstə gəl 70. 180-dən çıxacam. 80 üstə gəl 70. Eləyəcək 180 çıx 150 30. Təpə bucağı neçə oldu? 30 dərəcə. Onda alfa nədir? Alfa da 30-un qonşusudur da. 180 çıx 30 150. Cavab 150. 24-cü sual.
Sonra baxırıq biz 25-ci suala. 25-ci sualda da bizə yenə BAC-ni 20 verib, DBC-ni 40 dərəcə verib. AC ilə BC-nin perpendikulyar olduğunu deyir. Alfa bucağını istəyir. Biz yenə istifadə eləyərik burada. İstifadə eləyərik. Bu bucağın 90 dərəcə olmasından istifadə eləyərik. Bilirik ki, bucağın daxili bucaqların cəmi 180 olur. Deməli 90 dərəcə üstəgəl 20 dərəcə üstəgəl 40 üstəgəl alfa dərəcə. Tapmaq bizə lazımdır. Bu bərabər olacaq 180-ə. Daxili bucaqların cəmini 180-ə bərabər etdim. 110 üstəgəl 40 üstəgəl alfa 180, 150 üstəgəl alfa 180, alfa 30. Necə tapdıq? 180-dən 150-ni çıxdıq 30. Alfa bizdə oldu 30. Bitdi.